Selam, bugünleri sizinle birlikte Tokaboka dizisi çekeceğiz. Tokaboka dizimizin adı nedir? Üniversite yazıdır. Deməli, bu kızın adı Miraydı, bu kızın adı ise Nilaydı. Deməli, bunlar üniversite qəbul oldular və üniversite üçün, necə deyim, paltar, kompüter falan belə bir şey almağa gediblər. Yəni, belə bir şeydir. Onda dizimizə başlayaq. Ay, sonunda gəldik. Hə, gedək yerləşdirək. Hə, otağımızda hansı şkaf var, oraya yerləşdirərik. Hə, görün. Bu arada əgər istəsəz ev turu çəkərəm. Şkaf balacadır. Paltarlarımız ikimizə yığaq bura. Onda uşaqlar paltarımızı yığaq gələk. Aha, deməli yerləşdirdik. Buranı da bağlayayım. Mən dişim ağrıyır. Diş həkiminə gedək. Həm yoxlatdırmış olalım. Mən biraz taxtırmaq istəyirəm dişlərimi, çünki çox əyildi. Hə, onda gedək. Birinci valideynlərimizi zəng eləyək deyək. Bir dəqiqə mən zəng eləyim deyim də, mama. Ali mama, biz diş həkiminə gedəcəyik. Yəni ona görə evə gücdən gec gəldik. İstəsən gəlsəm cavab verməyə bilərim. Hə, yaxşı qızım, problemi yoxdur. Hə, onda gəl gedək. Gedək. Deməli, uşaqlar xəstəxanaya gəldik. Aha, indi burada növbə birinci deyilik, buradan danışdıq biz bayaq. Deməli, gözləyəcəyik biraz, çünki sıra var, yəni orada. Ona görə bir 15 dəqiqə falan keçsin deyəcəm. 15 dəqiqə keçər. Aha, sizin sıranızda gedə bilərsiniz. Aha, çox sağ olun, gedək. Gedək. Gəldik, bir taxtırmaq istəyənəm, görürsən var. Salam, ilk öncə dişlərinizi yaxlayacağım, sonrası hə yox deyəcəm. Tamam, birinci mən gedim. Kimin, yəni ciddi problemimiz var. Mənim dişim dəhşət çox ağrıyır, bir də ona baxardınız da. Aha, eynəyinizi çıxardacaksınız. Tamam, problemi yoxdur. Aha, telefonunuz da zəhmət olmasa qoyun bura. Əyləşin burada. Burada qoydum. Hə. İndi sizin dişlərinizi yoxlayacağım. Ağzınızı aça bilərsiniz, zəhmət olmasa gözləyin. Baxın sizin dişinizə. Bir söz deyəcəm, mən breket taxtırmışdım bir ay bunun qabaq. Ona görə də ola bilər diş ağrım. Bir dənə breketlərimizi yoxlayarız. Aha, hə, yadıma düşdü, üzürsən, yadımdan çıxmışdım. Gözləyin, siz dişinizə baxın belə. Aha, breketinizin biri qopub yapışdırarıq, heç olmaz. İstəyirsə yana bilərəm, onda unutsun. Siz istəyirsə kesin çöldə gözləyin, mən sizi çağıracağım, hadi oturun burada. Mən taxtırmamışım, indi taxtırmaq istəyirəm breket. Aha, onda bir dəqiqə müayinə edeyim. Aha, sizin dişinizdə bir dəqiqə üstünü yanacağım mən. Yanım üstünü. Aha, yandı. İndi yeni breketi taxdıq və burasını düzəldək, zibilləri təmizləyək. Dişimizi ağardım. Yox, onsuz da dişlərim ağrıdım. Aha, onda sizin işləminiz bu qədər idi. Yenə nə vaxt ağrı olsa xəstəxanaya gəlməyi unutmayın. Aha, başa düşdüm. Eynəyimi götürə bilərəm? Bəli, götür. Aha. Mən burada otura bilərəm. Bəli, oturun. İndi siz gəlin, xanım. Açıqını çıxardım da telefonumu qoyun bura. Buyurun oturun. İndi sizə baxacağım. Dişlərinizə. Dişlərin röntgeninə baxdım. Görürüm ki, yəni sizin dişləriniz necə deyim, ayrı yürüdü də belə deyim. Ona görə də breket taxacağım sizə. Onda breket taxmağa başlayaq. İlk öncə maska taxım mən. Ağzıma breket taxmaq işləmi birazcık uzun çəkəcək sizdən. İlk öncə dişlərimizi qəşəngcə düzəldirik. Dişlərimizi qəşəngcə yanacağıq. Bir dəqiqə dişinizi ağzınızı aralayın. Aha, dişlərimizi yanmağa başlayaq. Dişlərimizi yondum, breket taxaq, gələ yanda. Aha, dişlərimiz hazırdır, baxa bilərsiniz. Bəyəndiniz? Aha, çox bəyəndim, təşəkkür edirəm. Rica edirəm. Nə vaxtsa problem yaransa gələ bilərsiniz, yəni yanımda çəkilməyin. Aha.
Məbləğ də ən sonda danışarıq da. Yaxşı. Aha, buyurun gedə bilərsiniz. Sıradakı müştəri gəlsin. Bir dəqiqə ağzınızdakini çıxarın. Buyurun. Bu sizin eynəyiniz idi. Yadımdan çıxacaqdı, az qalsın. Bu da telefonunuz. Sağ olun. Sağ olun. Qiymət neçəyədir? Qiymət sizdə eləyəcək 2000 manat. Kartını ödəyədim, belə telefonla ödəyədim. Hazır necə edirik çöldə? Çöldə dönüş edərsiniz. Tamam. Buyurun aşı burada eləyəcəksiniz. Ödəniş edeyim, çıxaq. Anında ödəniş. Bəli, uğurlu ödənişdir. Çox sağ olun. Siz də sağ olun. Buradan bəlkə... Əgər kart kimi gəlmək istəyirsinizsə, 50 like etməyi unutmayın. Sağ olun.